Salam, 7-ci sinif 2-ci hissədən mövzumuz olacaqdır 7.3 psixi sağlamlıq. Burada qeyd olunur, Psixi Sağlamlıq İnstitutunun Tibb Şurasının sədrinin sözlərinə görə Sinqapurluların orta ömür uzunluğu təxminən 82 ildir, ancaq psixi problemləri və xəstəlikləri olan insanların orta ömür uzunluğu 20 il azdır. Sizcə psixi sağlamlıq nədir? Psixi sağlamlıq özündə emosional vəziyyəti, psixoloji halı və rifah halını birləşdirmiş olur. Bu, həm də psixi sağlamlıq açar söz olaraq buna eyni demək mümkündür. Stres halına gəlincə açar sözündə olduğu kimi bu gərginlik deməkdir. İnsan orqanizmi həyəcanlanır, uyğunlaşır. Həmin gərginlik vəziyyətinə nəhayət orqanizm zəifləyir, xəstələnir və s. Bu mənfi hal hesab olunur. Necə düşünürsünüz? Psixi sağlam insanın xüsusiyyətləri hansılardır? Psixi sağlam insanların xüsusiyyətləri qeyd elədi ki, emosional, yəni müsbət emosional halı özündə birləşdirmək, psixoloji, yəni düzgün fikirləşmək qabiliyyətinə malik olmaq, rifah halı isə həyat şəraitinin yaxşı mənada yüksək olması ilə əlaqədar insan orqanizminə əhəmiyyətli təsir göstərir. Həyat nadir hallarda istədiyimiz qədər rəvan gedir. Biz tez-tez psixi və yəni ruhi sağlamlığımıza təsir edə biləcək xəyal qururuq və ya xəyal qırıqlığı ilə stresdir, kədərdir, mənfilikdir, bunlarla qarşılaşırıq. Psixi sağlamlıq təkcə insanın zehnini idarə etmir, həm də fiziki sağlamlığını və orqanizm necə işlədiyini müəyyən edir. Yəni, psixi sağlam olan insanlar fiziki cəhətdən necə sağlamlıqlarını qorumalıdır, onun haqqında düzgün fikir yürütmək qabiliyyətinə malik olurlar. Fəaliyyət bölməsinə baxaq. Burada verilir insanlara xas xüsusiyyətlərdən nəzərdən keçirin. Burada xüsusiyyətlər verilibdir və həmin bu xüsusiyyətləri bu cədvəldə çatışmamazlıqlar hansıdır, üstünlüklər hansıdır olmaqla 2 sütunda yazacaq. Təmkinli üstünlüyə aiddir, qorxaq çatışmamazlığa, mərd üstünlüyə, zəhmətkeş üstünlüyə, tələskən çatışmamazlığa, aqressiv çatışmamazlığa, dostcanlı üstünlüyə, davakar çatışmamazlığa, qənaətçil üstünlüyə, məsuliyyətli üstünlüyə, dürüst yenə üstün cəhətə, çevik yenə üstün, səmimi yenə üstün cəhətə aiddir, xəsis, dözümsüz, yalancı çatışmamazlıqlara aiddir, səliqəli, təşəbbüskar üstünlüklərə aiddir, həssas bu ola bilər ki, həm üstünlüyə aid olsun, müsbət tərəfdən götürüləndə, həm də ola bilər ki, çatışmamazlığa aid olsun, mənfi tərəfdən götürülərsə. Müzakirə edin. Bu xüsusiyyətlərdən hansını özünüzə aid edə bilərsiniz? Bu, hər kəsin özünə aiddir. Baxın, görün, bu dediyimiz üstünlüklər sizdə çoxluq təşkil edir, yoxsa çatışmamazlıqlar. Sizcə, ikinciyə baxaq, sizcə bu insani keyfiyyətlər psixi sağlamlığa necə təsir göstərir? Bildiyiniz kimi, müsbət təsirlər insan orqanizmin psixi halına da müsbət təsir göstərir, mənfilər isə mənfi təsir göstərəcəkdir. Psixi sağlamlıq zamanla dəyişə bilərmi? Əlbəttə ki, psixi sağlamlıq zamanla dəyişə bilər. Ola bilər ki, bildiyiniz kimi, həyat şəraiti həmişə bir mənalı olaraq yaxşı getmir, müəyyən qırıqlıq, stres halları ola bilir ki, bu zamanda insanın psixi sağlamlığına müəyyən dəyişikliklər yarana bilər. Qeyd elədik, psixi sağlamlıq insanın emosional, psixoloji və rifah halını əhatə edir. Bu, insanın özünə, ətrafdakı insanlara olan düşüncəsinə, hisslərinə və hərəkətlərinə təsir edir. O, həmçinin streslə necə mübarizə aparmağa, başqaları ilə necə davranmağa və sağlam seçimlər etməyə kömək edir. Psixi sağlamlıq, uşaqlıq və yeniyetməlikdən yetkinliyə qədər həyatın hər bir mərhələsində vacib hesab olunur. Qeyd elədi ki, psixoloji sağlamlıq
zaman keçdikcə dəyişilə bilər. Məsələn, ola bilər ki, qarşıya qoyulan tələblər insanın imkanlarını və öhdəsinin gəlmək qabiliyyətini aşsın və onun psixoloji sağlamlığına mənfi təsir göstərsin. Ola bilər ki, uzun müddət ağır işdə işləyirsə, xəstəliklərdən əziyyət çəkirsə, yaxınlarının qayğısına qalırsa və maddi sıxıntı yaşayırsa, bu onun psixoloji sağlamlığına da təsir göstərəcəkdir. Həmçinin qeyri-düzgün qidalanma, yuxusuzluq, yüksək stres, beynin və sinirlərin sağlamlığına təsir edə bilər. Bax, bu təsvirdə gördüyünüz kimi sağlam insanın görünüşü, onun psixoloji vəziyyətinin mənfi və yaxud stres vəziyyətində olması və yaxud aşağıda sağlamlığın yenə təsir mexanizmi psixoloji cəhətdə, ikinci isə psixoloji cəhətdən deməli, stres vəziyyətində və yaxud da ki, panik vəziyyətdə olmasını göstərir. Burada soruşulur, düşün, müzakirə et, paylaş. Sizcə nə üçün bəzi hissləri gizlətmək olmaz? Elə psixoloji hisslər var ki, onları yaxınlarla bölüşmək lazımdır. Çünki onlar vaxtında yaxınlarla bölüşməzsə və yaxud həkimə müraciət olunmazsa, orqanizm sinir sistemini həddindən artıq bozar və orada çox çətin sağala bilən xəstəliklər yarana bilər. Ümumiyyətlə, sinir sistemi digər orqanlar sisteminə normal fəaliyyətini təmin etmək, orqanizm sağlamlığını qorumaq üçün fiziki cəhətdən fəal olmalıyıq. Belə ki, bəzi bizi rahat və xoşbəxt edən fəaliyyətlərdə iştirak etməliyik. Stres vəziyyətindən uzaqlaşmağa bu köməklik göstərir. Bax, gördüyünüz kimi idman oyunlarının təşkili, yüngül gəzintilər stresin aradan qaldırılmasına və müsbət emosiyaların yaranmasına gətirib çıxarır. Öyrəndiklərinizi tətbiq edin. Cədvəldə təklif olunan amillərin psixi sağlamlığa təsirini qeyd edin. Baxaq görək hansı necə təsir. Kifayət qədər yatmaq, gündəlik ən azı 7 saat. 7 saat yatmaq gün ərzində məktəbli üçün bu müsbət təsirə malikdir. Fəal sağlam həyat tərzi keçirmək müsbət olsa da həftədə 150 dəqiqə fiziki fəaliyyətlə məşğul olmaq azlıq təşkil eləyir. Ola bilər mənfi təsir göstərsin. Qarşılıqlı ünsiyyət qurmaq, sosiallaşmaq müsbət təsir göstərir. Başqaları üçün nəsə faydalı bir şey etməklə özünüzü yaxşı hiss etmək. Bu da müsbət təsir göstərəcəkdir. Spirtli və energetik içki, nikotin və narkotik maddələrdən, siqaret çəkmək kimi zərərli vərdişlərdən çəkinmək, yəni uzaq durmaq. Bu da müsbət təsirə malikdir. Yəni, belə mənfi xüsusiyyətlərdən uzaq durmaq orqanizmə yaxşı təsir göstərir. Müzakirə edin. Sizcə, başqa hansı amillər məktəblinin psixi sağlamlığına mənfi təsir edir? Həddindən artıq mobil telefonlardan istifadə və yaxud da ki, elektron vasitələrindən uzun müddətli istifadələrdə o orqanizmin psixoloji sağlamlığına mənfi təsir göstərir. Gülüş insanın ömrünü uzadır deyirlər. Gülüşün insanın psixi sağlamlığında nə kimi rolu ola bilər? Əlbəttə ki, bu müsbət emosiyadır. Orqanizmin sağlam psixoloji cəhətdən olmasına köməklik göstərir, stresi aradan qaldırır və s. Beləliklə də gülüş orqanizmə mənfi yox, müsbət təsir göstərəcəkdir. Öyrəndiklərinizi yoxlayın. İnsanın psixi və fiziki vəziyyəti arasında əlaqə varmı? Fikrinizi əsaslandırın. Sağlam həyat tərzi özündə iki əsas cəhəti birləşdirir. Bunun biri psixi sağlamlıq, biri isə fiziki sağlamlıqdır və qeyd elədi ki, psixi sağlamlıq öz növbəsində fiziki sağlamlığa da nəzarət etməyə köməklik göstərir. İkinci, nə üçün psixi sağlamlıq ümumi sağlamlıq üçün vacibdir? Çünki biz qeyd elədik ki, psixi sağlamlıq insanın fiziki sağlamlığının necə təşkil olunmasına nəzarət edir və köməklik göstərir. Üçüncü, psixi sağlamlığımızı necə gücləndirə bilərik?
Psixi sağlamlığı gücləndirmək üçün fiziki sağlamlığı gücləndirmək lazımdır. Gün rejimini düzgün təşkil etmək, gəzintiləri düzgün qurmaq, idman oyunlarında iştirak etmək və fiziki cəhətdən sağlamlığı təmin etmək, mənfi xüsusiyyətlərdən uzaq durmaq, bütün bunlar hamısı fiziki sağlamlığa yanaşı psixi sağlamlığımızı da gücləndirməyə bizə kömək edəcəkdir. Bu qədər, sağ olun.